Hər kəsə salam. Söz verdiyim kimi üçbucaqlara aid olan sınağın birinci hissəsinin izahını verirəm. Sınaq 3 hissədən ibarətdir. Birinci hissədə sadəcə 24 sual var. Başdan sona bütün sualların izahına diqqətlə baxmağa çalışın. Heç birisini ötürməyin və mütləq hər birisinin həllini dəftərlərinizə yazın. Başlayırıq birinci sualdan. Bizə deyilir ki, iki tərəfi 6 və 9 cm olan üçbucağın perimetrinin ala biləcəyi ən kiçik qiyməti tapın. Uşaqlar, aydın məsələdir ki, biz perimetrdən öncə üçüncü tərəf haqqında da bir fikir yürütməliyik. Üçbucaq bərabərçiliyini xatırlayaq. Deyirdik ki, üçbucaq bərabərçiliyinə görə iki tərəf 6 və 9-dursa, üçüncü tərəfə x desək, üçüncü tərəf digər iki tərəfin fərqindən böyük olurdu. Cəmindən kiçik olurdu. Cəmi bunların 15 edir də. Bu, heç bir bucaq verilməyəndədir uşaqlar. Üçbucaq bərabərçiliyinin ümumiyyətlə əsas 4 halı var idi. Biz onlardan sadəcə ilk üçünü öyrənirdik. Və deyirdik ki, əgər heç bir bucaq verilməzsə, üçbucağın iti bucaqlı yoxsa kör bucaqlı olma şərti olmazsa, o zaman biz bu qaydadan istifadə edirdik. Belə çıxır ki, burada üçüncü tərəfimiz ən kiçik nə ola bilər? 4 ola bilər. Bu, üçüncü tərəfin ən kiçik minimum qiymətidir, düzdür? Bizdən perimetr soruşulanda da biz bilirik ki, 3 tərəfin cəmini toplayacaq. 6, 4 və 9-u toplayarıq. Cavab olar 19 sm. Yəni, birinci sualda cavab olur C. Uşaqlar, amma ən böyük tərəf soruşulsaydı, yəni ümumiyyətcə perimetrin ən böyük qiyməti soruşulsaydı, biz o zaman 15-dən kiçik x-i 14 götürərdik və digər hər birisini toplayıb perimetri tapardıq. Davam eləyək ikinci sualdan. İkinci sualda bizə AB, BC, AD, CD tərəflərinin uzunluqları verilib. Mən də uyğun olaraq şəklin üzərində qeyd elədim və bizdən x soruşulur uşaqlar. Burada fikir versəz, 2 üçbucağın birləşməsidir, düzdür? Əslində bu fiqur ABCD fiqur öz 4 bucaqlıdır, amma 2 üçbucağın birləşməsidir. Həmçinin x-in ala biləcəyi qiymətlərdən bəhs eləyirsə, demək burada bir bərabərçilik tətbiq olunmalıdır. Yenə də üçbucaq bərabərçiliyi ilə hesablayıb yazacağıq. Deməli, uşaqlar, əvvəlcə mən baxıram yuxarıdakı üçbucağa. Yuxarıdakı üçbucağa görə üçbucaq bərabərçiliyini təyin edirəm. Alıram ki, x digər iki tərəfin cəmindən kiçik olmalıdır, fərqindən böyük olmalıdır. 2 ilə 4-ün fərqi 2-dir, cəmi isə 6-dır. Bu, yuxarıdakı üçbucaqdan aldığım informasiya. Eyni şəkildə keçirəm aşağıdakı üçbucağa baxıram. Yenə də x deyirəm ki, nə olmalıdır? 4 və 8-in fərqindən böyük olmalıdır. Cəmindən isə, yəni 12-dən isə kiçik olmalıdır. Uşaqlar, bunları siz sistemdə düşünməlisiniz. Sistemdə kəsişmə deməkdir. Bərabərçilik keçəndə daha yaxşı başa düşəcəyik. Demək, məsələ nədən ibarətdir uşaqlar? Həm 2-6 arasında, həm də 4-12 arasında ola bilər. Bunların ortağı kəsişməsi tapılmalıdır. Neyinirik? Ədəd oxu üzərində daha yaxşı başa sala bilərəm sizə. 2, 4, 6, 12. Uyğun olaraq 4-ünü də ardıcıl şəkildə düzürəm. Birinci bərabərçiliyə görə 2-dən 6-ya qədər deyir. Ona görə 2-dən 6-ya qədər olan hissələri ştrixləyirəm. İkinci bərabərçiliyə görə 4-dən 12-yə qədər deyir. Ona görə 4-dən 12-yə qədər olan yeri ştrixləyirəm. Kəsişmə gördüyünüz kimi harda oldu? 4-dən 6 arasında. Demək, x 4-dən 6 arasında uşaqlar qiymət ala bilər. Bizdən nə soruşulurdu? X-in ala biləcəyi tam qiyməti tapın. Təbii ki, uşaqlar 4 ilə 6 arasında yeganə tam ədəd var, o da 5. Cavab olar C variantı. Davam eləyək uşaqlar 3-cü sualda. Bizə nə verilib? Bucaqlar verilib. Deyir, beta alfadan böyüdür, alfa da qammadan böyüdür. Uşaqlar, biz üçbucaqda belə bir qayda xatırlayırıq ki, böyük bucağın qarşısında böyük tərəf durar. Kiçik bucağın qarşısında kiçik tərəf durar. Əgər bizə bucaqlar verilibsə, biz uyğun olaraq onu tərəflərini də müqayisə edə bilərik. Beta bucağı fikir verin, B tərəfinin qarşısındadır. Demək, ən böyük B tərəfi olacaq. Sonra alfa bucağı A-nın qarşısındadır. Demək, A ortancıldır. Ən kiçik qamma bucağı isə C-nin qarşısındadır. Onda ən kiçik tərəf də C-dir uşaqlar. İndi bunları müqayisə elədiyimə görə moduldan uyğun olaraq çıxaracağam. Modul ifadəni yaxınlaşdırıram. Baxın, B-dən C çıxmaq. Baxaq, B bunların içində ən böyükdürsə, sən oradan C-ni çıxanda təbii ki, nə alacaqsan? Müsbət alacaqsan. Daha sonra C-dən A-nı çıxmaq. Kiçikdən böyük çıxırıqsa uşaqlar, təbii ki, mənfi olacaq.
Son olaraq B-dən A çıxmaq, bu da böyükdən kiçik çıxdığımız üçün müsbət olacaq. Uyğun olaraq nə etməliyəm? Modulları açmalıyam. Birinci modulum müsbətdir deyə daxil olduğu kimi, yəni B-C kimi çıxır. İkinci modul daxili mənfidir deyə əksinə çıxır. C-A olacaq A-C. Son olaraq olduğu kimi çıxacaq sonuncu modulumuz. B-A kimi çıxacaq. Bir şey unutmayın ki, qarşısında mənfi var. Ona görə çıx. Mötərəzilə yazıram B-A-nı. Və daha sonra nələr baş verir? Burada mən bir-bir hər birisini yazıram olduğu kimi və o mənfini, mötərəzəni açıram. Burada görək kimlər islah gedir? B-lər, sadəcə B-lər. Başqa heç kim getmədi. Uşaqlar, A-dan 2 dənə D oldu, 2A. Mənfi C-dən də 2 dənə D olur, çıx 2C. Görək hansı variantdır? İkinci sualda B variantı olur uşaqlar. Düzgün cavab B. Davam eləyək 4-cü sualla. 4-cü sualda uşaqlar çox yanaşma var. Rəyiniz necə istəyir yaza bilərsiniz. Mən o yanaşmalardan sadəcə ikisini göstərəcəm. Deməli, aydın məsələdir ki, bura 90 dərəcə verilibsə, biz bütöv alfa plus beta, daha doğrusu alfa plus 90 bucağını kör bucaq kimi götürürük və ASB üçbucağımızın nəyi olur? Xarici bucağı olmuş olur. Yaxşı uşaqlar, bizim üçbucaqda belə bir qaydamız var idi ki, üçbucağın iki daxili bucağının cəmi onlara qonşu olmayan xariciyə bərabərdir. Onda mən yaza bilərəm də 4 alfa ilə 39-un cəmi bərabər olmalıdır alfa plus 90-a. Yəqin ki, bundan hamı razıdır. Buradan alacaqsınız ki, 4 alfa çıx alfa bərabər 90 çıx 39. Nəhayət 3 alfa bərabər 51. Alfanı tapmaq üçün 51-i 3-ə böləcəksiniz 17. Demək uşaqlar, digər tərəfdən nə bilirik? Bilirik ki, burada məsələn, bizdən nə soruşulurdu? A, B, C bucağı soruşulurdu. A, B, C haradır? A, B, C buradır. Fərqli rəngdən göstərim. Buradır. Biz oranı tapmaq üçün nə etməliyik uşaqlar? Həmin soruşduğu bucağı tapmaq üçün 90-dan alfanı çıxmalıyıq da. Niyə? Çünki bütöv bura 90 dərəcədir. Ona görə son olaraq məndən soruşulan bucağı tapmaq üçün 90 dərəcədən çıxıram 17 dərəcəni. Cavab olur 73 dərəcə. Sualın cavabı 73 dərəcə oldu uşaqlar. Başqa üsul nədir? Təbii ki, o da eyni məntiqə gəlib dayanır. Çox da ciddi bir fərq görməyəcəksiniz arasında. Nə düşünürdüm? Xarici bucaqla getmək yerinə belə də yaza bilərdik. Demək, yenə də eyni məntiqlə bilirik ki, bura 90-dır. Onda burada bütöv 90 olmalıdır. Əgər bu hissəsinə alfa veribsə, içəridə qalan digər hissəsinə mən 90 minus alfa yazmalıyam. Və beləcə bu üçünün cəmi nə olmalıdır? 180 olmalıdır. 4 alfa üstəgəl 39, üstəgəl 90 minus alfa bərabər 180 yazıb, bu tənliyi də qurub, həll edib eyni cavabı ala bilərdiniz uşaqlar. Heç bir fərqi yoxdur. 5-ci sualda yenə üçbucaq bərabərsizliyi gözləyir bizi. X-in ala biləcəyi ən böyük tam qiymət soruşulur. Biz bilirik ki, naməlum tərəfimiz x plus 5-dir. X plus 5 digər iki tərəfin fərqindən böyük olmalıdır. 10-la 8-in fərqi 2-dir. Cəmindən isə 18-dən isə kiçik olmalıdır. Hər tərəfdən uşaqlar 5 çıxmalıyıq. Niyə? Çünki ortada hal-hazırda x deyil, x plus 5-dir. Bu mənə sərf eləmir. Mən istəyirəm ki, ortada sadəcə x qalsın. Hər tərəfdən 5 çıxaramsa, zaten bu tərəfin heç bir mənası qalmır. Yəni, səndən ona görə də ən kiçik qiymət soruşulmur. Orada diqqətli olaq. Ən kiçik qiymət fikirləşərsən ki, 2-dən 5 çıxıb mənfi 3 alıram. Amma zaten səndən soruşulan ən böyük qiymətdə özünü yormaya ehtiyac yoxdur. Sağda alında 13, çox böyük düşünmə. Demək, 13-dən kiçik olan ən böyük ədəd də yəqin ki, 12-dir. Şükür Allah ki, bunu tanıyırıq. Cavab olur 12. Gəldik, çıxdıq 6-cı suala. Üçbucağın perimetri 21-dən kiçikdirsə. Aha. Nə edirik uşaqlar? Perimetr demək ümumiyyətcə bu üç tərəfində cəmi demək deyilmi? X minus 1 üstəgəl 2x üstəgəl x üstəgəl 4. Demək bu bizim perimetrimizdir və mən bunu kiçik 21-dən yazmalıyam. Görək burada nə baş verir? Neçə x var burada? 4 dənə x var. Və mənfi 1-dən 4-ün cəmi də eləyəcək 3. Kiçikdir 21-dən. Alırıq ki, 4x kiçikdir 18-dən. Burada kövrəlməyin uşaqlar. 18-i 4-ə bölün 4 onda 5 eləyir. Üzülməyin.
Çünki zaten bizdən soruşur x-in mümkün olan natural qiymətlərinin cəmini. Demək x burada kimlər ola bilər uşaqlar? 4 onda 5-dən kiçik kim var? 4 var, 3 var, 2 var, 1 var. Mənə natural deyirdi deyə burada da dayanıram. Özümdən daha haqqa çıxarmıram. Onsuz da tərəf sıfır olası deyil. Demək 4, 3, 2, 1 bunları toplayıram. Cavab olur nə? 10. Natural qiymətlərin cəmini istəyirdi çünki bizdən. Uşaqlar diqqətli olmadım. X bunları ala bilir, amma ki mümkün olan lazımdır bizə. X-in bütün qiymətləri mümkün deyil axı burada. X-in aldığı natural qiymətlər bunlardır, amma tələsməyək. Görək bunlardan hansı ödəyir, hansı ödəmir. Çünki bizə tərəfləri də x-lərlə verib yoxlayaq. Bütün tərəflər uşaqlar natural da olmalıdır, aydın məsələdir ki. Çünki tərəf mənfi olmaz, 0 olmaz. Burada uşaqlar 1-i götürə bilmirik. Niyə? Çünki x minus 1 0 olacaq əks halda. Daha sonra kimi götürə bilmərik? Burada başqa problem varmı? İstənilən halda gəlin digərlərini də yoxlayaq da. Məsələn 2-ni yoxlayaq. X-in yerinə 2 qoysaq tərəflər nə olacaq? 1. Mən şəkil çəkim üçbucağın. Aha, belə. Demək x-in yerinə 2 qoysaq 1 olacaq 1, o biri olacaq 4. Son olaraq 6. Biz dedik ki, üçbucağın bir tərəfin digər iki tərəfin fərqindən böyük zəmindən kiçik olmalıdır. Görək ödəyirmi? Hər hansısa bir tərəfi götürək. Məsələn götürək 4-ü, düzdür? 4 digər iki tərəfin fərqindən, yəni 5-dən böyük olmalıdır. 1-dən 6-nın cəmindən 7-dən isə kiçik olmalıdır. Gördüyünüz kimi uşaqlar burada ödənmədir. Şübhələnirdim elə ödənməyəcəyindən. Ona görə 2 də olmur. Amma 4-dən 3 ödəyir məncə. Gəlin yenə də yoxlayaq. Məsələn 3 qoysaq x-in yerinə uşaqlar. Bu tərəf olacaq 2. Digər tərəf olacaq 6. O biri də 7. Burada yoxlasaq, məsələn hər hansı bir tərəfi götürək, 6-nı götürək. Digər iki tərəfin cəmi 9 eləyir, fərqi 5 eləyir. Doğrudan da ödəyir uşaqlar. Son olaraq x-in yerinə 4 qoyub da yoxlaya bilərik. Baxın. Yeri çatmadı, burada yazıram. X-in yerinə 4 qoysaq bu tərəf olacaq 3, digər olacaq 8, o biri də olacaq 8. Bu da bərabər yanlış üçbucaqdır. Yenə də üçbucağın bir tərəfi 8, digər iki tərəfin fərqindən, yəni 5-dən böyükdür. Cəmindən, yəni 11-dən kiçikdir. Bu da okeydir uşaqlar. Ödəyir, sadəcə ödəmir 1-lə 2. Ödəyənlərin cəmini istəyir deyə 4-lə 3-ü toplayırsınız. Cavab olur 7. Üzrlü sayın uşaqlar, mən diqqətsiz yanaşdım. Daha sonra gəldik 7-ci suala. Nə deyir bizə? Deyir ki, eni sabit olan düz xətli su kanalının bir tərəfində A və B nöqtələrində 2 gözətçi məntəqəsi, digər tərəfində isə C nöqtəsində 1 gözətçi məntəqəsi var. A və C arasındakı məsafə 30 metr. Bu informasiyanı dərhal qeyd edirik uşaqlar. A ilə C arasındakı məsafə 30 metr imiş. Onda buraya yazıram 30. Daha sonra nə verilib? Deyir ki, B və C arasındakı məsafə 26-dır. Burada yazırıq 26. Deyir ki, A və B məntəqələri arasındakı məsafənin tam ədəd olduğunu bilərək. A ilə B arasını bilmirəm deyə x yazıram. Və deyir ki, x tam ədəddir. Bunu vurğuluyur. Yəni x daxildir. Nəymiş? Z imiş. AB məsafəsinin ən böyük qiymətini soruşur. Aha. Yəni uşaqlar x-in ən böyük qiymətini, maksimum ola biləcək qiyməti tapmalıyıq. Yenə də üçbucağı bərabərçilik. O üçbucağı mən sizin üçün burada çəkirəm. Demək 30, 26 və x. X-i düşünürük. Demək uşaqlar x nə ola bilər? Bu digər iki tərəfin fərqindən böyük olmalıdır, cəmindən kiçik olmalıdır. Ən böyük soruşulursa uşaqlar siz fərqi yazmaq vacib deyil sizin üçün. Yenə də yazaq, 4-dən böyükdür. Demək 56-dan da kiçikdir. Demək burada x nə ola bilər uşaqlar? X ola bilər 55. Ən böyük qiyməti 55-dir. Cavab olur 55. Baxırıq 8-ci suala. Demək ABC üçbucağında AB 8, BC 14. Bucaq B bucaq A-dan böyükdür. AC tərəfindən ala biləcəyi ən böyük və ən kiçik qiymətlərin, özü tam qiymətlərin cəmini istəyir. Aha, yenə üçbucağı bərabərçilik olacaq uşaqlar. Nə edirik burada? Baxın, burada bizə verilən şərt çox mühümdür. Bucaq B-nin bucaq A-dan böyük olduğunu verib. Bu nə deməkdir? Uyğun olaraq sən həmin bucaqların qarşısında duran tərəfləri də eyni bərabərçiliklə götürməlisən. Yəni bucaq B-nin qarşısına hansı tərəf durub? X tərəfi. Demək x böyük olmalıdır bucaq A-nın qarşısında duran tərəfdən. Yəni nədən? 14-dən. Birinci iş bunu almaqdır. Bundan sonra nə edirik? Buraları silim. Bundan sonra nə edirik uşaqlar? Üçbucaq bərabərçiliyini tətbiq edirik. Hansı ki, x-i mən necə tapırdım normalda 2 qat bərabərçiliyində? Deyirdim ki, fərqindən, yəni 6-dan böyükdür.
cəmindən, yəni 22-dən kiçikdir. Bu şərti ödəməlidir, amma eyni zamanda 14-dən də böyük olmalıdır. Normalda bu şərtin özünə qalsa, x deyərəm ki, hansı aralıqdadır? Demək, 6-dan 22-yə qədər. Məsələn, ən kiçik qiyməti deyərəm ki, 7-dir. Amma bu şərt imkan vermir onu 7 götürməyə. Başqa sözlə isə bunları sistemdə yazırıq. Ona görə də 14-dən böyük götürə bilərik ən kiçik halda. Ona görə ən kiçik qiyməti olacaq x-in 15. Ən kiçik qiyməti olacaq 15. Bir də bizdən nə istəyirdi? Ən böyük istəyirdi, səhvləmirəmsə. Ən böyük qiymət isə uşaqlar 22-dən kiçik istədiyinə görə x 21 olar. Ən böyük və ən kiçik qiymətlərinin, özü tam qiymətlərinin cəmi cavab olar 36. Cəmi olur 36. Gəldik, çıxdıq nəhayət qapalı suala. Demək, 9-cu sual nə deyir? Tərəfləri 5, 6, 8 olan üçbucağın böyük tərəfinə çəkilən medianın uzunluğu. Uşaqlar, bu nədir? Medianın uzunluğu düsturudur. Yəni, medianın öz düsturu var idi, xatırlayaq, o düsturdan yazacaq. Bir dənə üçbucaq çəkirəm. Üçbucağın tərəfləri uyğun olaraq 5, 6 və 8 verilib. Uşaqlar, böyük tərəfə çəkilən median istənir. Böyük tərəf 8-dirsə, 8-də çəkməliyəm medianı. Demək, M-dən işarə edirəm. Bu M-i tapmalıyam da. Ne gözəl M yazdım. Aha. Medianın düsturu nə idi? Uşaqlar, mən sizə demişdim ki, biri var M bərabər 2-də 1 kök altına və s. O olan düstur mənim heç xoşuma gəlmir, çaşdırır uşaqları da, məni də. Ona görə sizə məsləhət görürdüm ki, bu düsturdan istifadə eləyəsiniz. 2M kvadrat bərabər A kvadrat üstə gəl B kvadrat, bir də çıx C kvadrat bölü 2. Burada AB yan tərəflərdir. C kvadrat isə hansı tərəfə çəkilirsə odur uşaqlar. Yan tərəf deyəndə fikirləşməyin həmişə buradakılar. Yox. Ola bilər ki, məsələn, mən median bura çəksəydim, AB 5-dən 8 olardı. C hansı tərəfə çəkilirsə odur uşaqlar. İndi gəlin hesablayaq. 2M kvadrat bərabər A kvadrat, yəni 5-in kvadratı 25. B kvadrat, yəni 6-ın kvadratı 36. Çıx. C kvadrat, yəni 64. Böl 2-si də var uşaqlar. Ona görə 32 yazıram. Buradan alırıq ki, 2M kvadrat bərabərdir 29. Nə pis oldu? Eybi yox. M kvadratını alırıq. Cavablar onsuz köklüdür. 29 böl 2. Biz nəyi tapmalıyıq? Medianın özünə. Median nəyə bərabər olacaq uşaqlar? Kök altında 2-də, kök altında 29. Bunu da məxrəcin rəsalından azad eləyək. Olsun gözəl. Kökdə 2 yuxarını da vururam, aşağını da vururam. Məxrəc oldu 2. Sürət də oldu kök altında 58. Bu qədər bəsit. 2-də 1 qabağa çıxarıblar A variantında. Yəni, vahiməli bir şey eləmirlər. Bu qədər. Daha sonra uşaqlar davam eləyək. Demək, 10-cu sualdan. ABC üçbucağında BD tən bölən AB 18, BC 20, AC 19 olarsa. Nəysə, mən bu üçbucağın şəklini çəkməyə başlayayım. Üçbucağı necə adlandırmanız əslində vacib deyil. Amma mən gördüm ki, B-dən tən bölən çəkibsə, B-ni təpədə yazmanın tərəfdarıyam ki, daha sərgəli olsun. Demək, uşaqlar, B-dən tən bölən çəkibsə, bilirəm ki, bura alfa-alfa olaraq bölünür. İndi verilən məlumatları üstünə yazıram. AC-nin uşaqlar bütöv 19 verib. Məsələn, mən AD-yə x desəm, DC onda 19 çıx x olacaq. Bunu həmişə yadda saxlayın. Bütöv verilirsə, sən dilimin birinə x de, o biri dilimə də 19 çıx x de. Burada təbii ki, nə istifadə olunacaq? Tən bölənin xassəsi. Tən bölənin xassəsinə görə o TikTok'dakı müəllim yadıma düşdü. Bunun buna. Siz də o qaydanı istifadə edirsiniz. 18-in x-ə bərabərdir 20-nin 19 minus x. İndi deyəcəklər ki, biz TikTok'a baxmırıq. Çarpaz vurursunuz, ürəyiniz istəyir, ixtisar edirsiniz. Əslində ürəyim istəmir, amma nəysə. 19-u nəyə bölüm? 2-yə bölüm 9, bunu da 2-yə bölüm 10. Çarpaz vurum, 10x bərabərdir, Allah xeyir eləsin. 19-u 9-a vuranda nə eləyir? Bilmirəm nə eləyir. Çarpaz 19, 9-a vuranda nə eləyir? 8 yadda, 170. Düz yazdım. 9, 8. Hədə. 171. Özümə şübhə eləyirəm. Səhər yuxudan oyanır video çəkəndə belə olacaq. Hə, uşaqlar, kövrəlməyək. Demək, 19x bərabər 171. İndi x bərabər olur 9-a. Nə olur?
Məndən nə soruşulurdu? DC-nin uzunluğu. DC kimdir ki? DC 19 minus x-dir. Cavab olur 19 minus 9, yəni 10. Anladıq da yəqin ki. Y variantı. Bizdən AD də soruşula bilərdi. AD soruşulsaydı cavab 9 olardı. Bunun başqa asan alternativ yolla necə yazmaq olar? Məsələn, mən baxan kimi hiss elədim o şeyi. Amma sən onu imtahanda hiss eləməyə də bilərsən. Ona görə bu üsulu yazdım. 18 ilə 20 ixtisar eləyəndə görürəm ki, 9 ilə 10 alınır. Düzdür, 2-yə ixtisar eləyəndə. Demək, bu 19 da 9 ilə 10 kimi parçalanmalıdır. Yəni, sən bura 9K, bura 10K götürüb, nisbətlərini tapıb da yaza bilərdin. Yəni, yazardın ki, 18-in 9K-ya nisbəti bərabər 20-nin 10K-ya nisbəti. Bu şəkildə də düşünə bilərdin. Nəysə, uşaqlar, davam edirik 11 ilə. Deyir ki, tərəflərə belə olan üçbucaq. Götürürsən, çəkirsən üçbucağı. Mənim üçün möhtəşəm çəkmək zorunda deyilsiniz. Demək, 6, 9, bir də nə çəkilib? BM tənbölən çəkilib. Aha. Tənbölən nə idi? Alfa idi. İndi deyir, AC tərəfinin M nöqtəsini kəsir, CM-i tap. Buranı soruşur bizdən. X yazaq da soruşduğu şeyə. Ya da hələ X yazmayaq. Başımızı işlədək. Tənbölən deyirsə, daha asan bir alternativim var da. Bax, AC bütöv 10-dursa, mən birinə, gəl elə belə eləyədi. Birinə x yazaq, birinə 10 minus x yazaq. Eyb yox, o klassik qaydamızdan gedək. Yazıram 6-nın 10 minus x-ə nisbəti bərabər 9-un x-ə nisbəti. Bilsən niyə bura x dedim? Soruşulan o da axı x-i tapan kimi cavab hazır olsun deyə. Hər saat 3-ə ixtisar aparıram 2 qalır, 3-ə ixtisar aparıram 3 qalır. Çarpaz vururam 30 sıx 3x bərabər 2x. Olur 5x bərabər 30. X-i tapanda da 30-u 5-ə böldüm, oldu 6. X 6-dır. Cavab 6. Bizə qutardı. Xoşbəxtlik. Baxırıq 12-ci suala. Nə deyir 12-ci sualda? Bir dənə üçbucağımız var. Deyəsən, burada işlər çoxdur, çünki 2 dənə tənbölənlə danışır. A, B, S. Demək, uşaqlar, bu blok sualıdır. Dəqiq ilini xatırlamıram, amma yaxın 2-3 il ərzində bloka düşmüşdü. Demək, nə deyir? ABC üçbucağının A və B bucaqlarının tənböləni. Uşaqlar, gəlin tənbölənləri çəkək. Hər birini fərqli rəydə çəkəcəm. Birinci bunun tənbölənini çəkirəm. Yazıram alfa. Sonra kimin tənbölənini çəkməliyəm? B bucağını. Olsun o da beta. Sonra nə baş verir? Deyir ki, tənbölənlərinin kəsişmə nöqtəsindən, yəni bu nöqtədən söhbət gedir. Üçbucağın AC və BC tərəflərini, buranı və buranı uyğun olaraq MN nöqtələrində kəsən, və AB-yə paralel düz xətt çəkilib. Demək istəyir ki, həmin nöqtədən bir dənə düz xətt keçir. Amma o düz xətt, mən çox möhtəşəm çəkmədim, siz yəqin ki, tutacaqsınız məsələn. Mümkün qədər demək AB-yə paralel olmalıdır da. Nəysə, deyək ki, AB-yə paraleldir. Və uyğun olaraq MN-də kəssin deyir. AC-ni M-də kəssin, BC-ni N-də. Lap yaxşı. Keçirilib, düz xətt çəkilib, lap yaxşı. MN deyir nədir? 12-dir. Bütöv uzunluğu MN-in 12-dir. Bunu bir küncə yazaq, yadımızda qalsın. Daha sonra AM-i də verib 7. Balaca yeri verib 7. Soruşulur BN. BN bərabər sual. Uşaqlar, bu qəşəng sualdır. Baxın, uşaqlar, burada nə görürəm mən? Görürəm 2 paralel düz xəttin kəsənlə kəsişməsini görürəm. Bura diqqətlə baxın birinci aşağı hissəyə. Aşağı hissədə mən bilirəm ki, 2 paraleldirsə, əgər demək, buranın alfa veribsə bizə, onda burada alfa olmaq zorundadır. Bura alfadırsa, burada alfa. Daxil çarpazlara görə. Düzdür. Onda burada alınan üçbucaq bərabər yanlı olmuş olur. Bərabər yanlıdırsa, bir yanı 7-dirsə, digər yanı da 7 olacaq. Razısınız yəqin ki, bu şeylə. Onda mən aldım ki, bu qara yer 7-ymiş. Yaxşı. Bu kəsişmə nöqtəsində bir dənə O desəm özümdən, aldım ki, OM nəymiş? 7-ymiş. Lap yaxşı. Keçirik o tərəfə. Baxırıq bu tərəfə. Burada da eyni məntiqlə diqqətlə baxın. Yenə də daxili çarpaz bucaqlar yaranıb. Əgər bura betadırsa, bu bucaq da beta olmalıdır. Onda burada betadırsa, yenə də bu üç bucaq olur bizdə bərabər yanlı. Yəni, bura nədirsə, burada ondan olmalıdır. XX yazdım ona görə də. Bizə nə vermişdi uşaqlar? Demişdi ki, MN bütöv 12-dir. Sən bilirsən ki, MN OM ilə ON-in cəmidir.
Hal-hazırda mn 12-dir. OM-i 7 tapmısan. ON buradan nə alınar? ON alınar, 5 alınar. ON nə idi? Diqqətlə bax, buraydı ON. Bura əgər 5-dirsə, burada 5-dir. Çünki az öncə dedik axı bərabər yanlış bucaq alınır deyə. Cavab olur ona görə 5. Bizdən soruşulan BN ON-ə bərabər olduğundan 5-ə bərabər oldu. Cavab olur A variantı. Qəşəng sualdır. Demək, uşaqlar, baxırıq 13-cü suala. Bu sual biraz daha çətin sual kimi göründü gözümə. Ona görə şəklini böyük çəkdim. Oradakı şəkil bizə kifayət eləməyəcək. Çox qaranlıq qalacaq. Demək, nə edirəm burada? Başlayaq. Bir qələm götürək, orada göstərək. Demək, bizə verilib ABC üçbucağı. Deyir ki, BC tərəfi üzərində D nöqtəsi götürülüb. Rastgele bir D-dir. Yəni, o heç bir şeydir də. Sonra deyir ki, BN mediandır. Aha, mediancı qarşı tərəfi bilirik ki, bərabər hissələrə bölür. Onu qeyd elədim. Digər tərəfdən deyir, AD parçası ilə O nöqtəsinə kəsişir. Aha. BD-nin DC-yə nisbəti 2-nin 3-ədir. Okey. Yəni ki, mən BD-yə 2K yazsam, DC-yə 3K yazmalıyam. Bu hamıya aydındır yəqin ki. Sonra nə deyir? Deyir ki, AD 35. Yəni bu bütöv 35-dir uşaqlar. Amma gördüyünüz kimi O nöqtəsində bölünüb də 2 hissəyə. 2 bərabər hissəyə demirəm ha, 2 hissəyə deyirəm. Deyir A, onu tap. Biraz uşaqlar çətin sualdır. Niyə çətindir? Çünki burada əsas məsələ ya falisə getməkdir, fales teoreminə, ya da ki, falisə girmədən fales teoremi oxşarlıqda keçirilən bir şeydir. Daha rahat bir oxşarlıq qum saatı yaradaraq özümüz üçün asan bir oxşarlıqla gedə bilərik. Əslində bu sual oxşarlıqla bağlıdır. Ona görə bu sualı özünüz yaza bilməzsiniz, seçməmişəm deyə sizə hələ. Nə düşünürəm burada? Qum saatı uşaqlar nədir? 2 paralel düz xətt olur. O düz xəttlərin uclarını birləşdirirsən. Yaranır qum saatı. Və qum saatına uyğun olaraq tərəflərin nisbəti bir-birinə bərabərdir. Çünki orada 2 dənə üçbucaq yaranır. 2 üçbucağın bucaqları da bərabər olur. Burada da qum saatına oxşar bir şey var, amma bu fiqura uşaqlar qum saatı deyə bilmərik. Niyə? Çünki onun burası paralel deyil. O yuxarı baxır. Fikir verin. Bu AM BD-yə paralel deyil hal-hazırda. Mən ona paralel olması üçün nə etməliyəm? Mən məcburam ki, bu M-dən bir dənə paralel götürüm, keçirdim. Bunu axıra qədər keçirmək məcburiyyətində deyilsiniz. Bura qədər kifayət eləyir. Mən başlanmaq üçün belə edim. Amma hal-hazırda uşaqlar fikir verin. Buradakı üçbucağın oturacaqlar bir-birinə paralel oldu. Məsələ, əsas iş buradaydı zaten. İndi uşaqlar biz bilirik ki, o AD bütöv 35 idi. Həmin nöqtə bizim nəyimizdir? Orta xəttimizdir. Çəkdiyim bu çəhrayı olan xətt orta xəttdir uşaqlar. Niyə? Çünki sağ tərəfdə əgər tərəflərin orta nöqtəsini birləşdiribsə, burada da deyəlim ki, N nöqtəsi olsun bu nöqtə. Bu da eyni şəkildə sol tərəfin orta nöqtələrini birləşdirəcək. Bu fales teoremidir. Əgər oturacağa paralel bir düz xətt çəkmisənsə, mən bilirəm ki, çəkdiyim MN düz xətdir. Aşağıdakı BC-yə də, BD-yə də eyni şəkildə paraleldir. Düzdür? Paraleldirsə bir təpəsi düz xəttin bir ucu əgər AC tərəfinin orta nöqtəsidirsə, digər ucu da AB-nin orta nöqtəsi olmalıdır. Buradan qənaətə gəlmir, demək bu orta xəttiymiş. Əla. Orta xəttiymişsə uşaqlar, demək nə etmək olar? AD-ni yarıya bölər. AD-ni yarıya bölər. Bu nöqtədə AD bölünəcək yarıya. AD ümumi 35 idi, yarıya bölər. Ölərdiniz bunu cüt ədəd verəndə. Tək ədəd verib incidirlər bizi. Nəysə 35-in yarısı nə eləyir? 17 tam 2-də 1. 17 onda 5 yazıram. Burada uşaqlar bütöv 17 tam onda 5-dir. Amma diqqətli olun bu hissədə. Bütöv 17 onda 5-dir uşaqlar. Mən buna bir dənə məsələn x falan deyim. Bu da 17 tam onda 5 çıx x olsun. Razısınız da yəqin ki. Götürürəm, bura deyirəm x. Onda bura olur 17 tam onda 5 çıx x. Düşünürəm ki, bu heç kəsə qaranlıq deyil. Üçünü də toplayanda bunların görəcəksiniz zaten 35 verəcək. Başqa nəyimiz var əlimizdə? Nə verilib bizə? 2, 3K. Onlardan da istifadə edirsiniz. 2K, 3K aydın məsələdir də. Baxın bir də orta xətt söhbətidir yenə də. Demək,
Bu üçbucağı bir dənə başqa rənglə ştrixləyim, tam aydın olsun sizə. Baxın, söhbət bu üçbucaqdan gedir. ASD üçbucağından gedir. O üçbucağın orta xəttini hal-hazırda görürsünüzmü? Məsələn, mən bura bir dənə, başqa görün, burada K hərfi yazmamışıq, yazmamışıq. Məsələn, bura bir dənə tutaq ki, P nöqtəsi deyək. P-dən M-ə qədər olan bu xətt var. Bu xətt PM hal-hazırda DC-nin yarısıdır. Çünki həmin PM ADS üçbucağının orta xəttidir. Yazıram PM, onu sizə dəftərinizə qeyd edin. Üçbucaq ASD-nin nə idi? Nə gözəl xəttim var. Orta xəttidir. İndi yaxşı, orta xəttidirsə, oturacağın yarısı olmalıdırsa, 3K-nın yarısı yazacağım ora 1/5K. Yəqin ki, bundan da hamı razıdır. Sonra başqa burada hansı üçbucaq var, hansı orta xətt var? Təbii ki, sol tərəfdəki. Bundan da istifadə edə bilərsiniz ki, hal-hazırda bizim misal üçün o zaten lazım deyil. Lazım olsaydı onu da yazardınız. Onu demək istəyirəm uşaqlar. Bura 2K-dırsa, burada K olacaq. Dediyim kimi, o bizə hal-hazırda lazım deyil. Lazım olsun yazardım. Çünki mənə lazım idi buradakı qum saatının nəyini bilmək? Tərəflərini bilmək. İki tərəfin bilim ki, nisbət qurumda. Demək, bildim də, əla, möhtəşəm. İndi nisbətimi qura biləcəm. Baxın, uşaqlar, qələmin rəngini dəyişim. Demək, necə nisbəti qururam? Deyirəm ki, x-in 1/5K-ya olan nisbəti, x-in 1/5K-ya olan nisbəti bərabərdir. Burada kimdir bu? 2K-nın 17/5 çıx x olan nisbəti. Düz deyirəm də. Allah xeyir eləsin. Hər halda düz deyirəm uşaqlar. Qorxmadan yazaq. Heç xoş şeyə oxşamır. 3 nə idi? 2K bir dəqiqə. Yox, 2K-nı məxrəcdə yazdım. Hə. Çünki baxın uşaqlar, bunu əgər sürətdə yazmışamsa, eyni şəkildə bunu da sürətdə yazım da. Yazım ki, 17/5 çıx x bölünsün 2K. İndi bunları hesablamalıyam. Xəttimi boş verin. K-lar gedir. Neyək? Gözəl olsun deyə 2-yə vuraqmı məxrəci? Kəsirdən qurtulmadan ötürü. Onda x böl 3 olacaq. Bu biri kəsir məxrəcini 2-yə vuranda 17/5 çıx x böl 4 olacaq. İndi çarpaz vuraq. Heç gözüm su içmir bundan, amma vuraq. Zaten onun kəsin olmasına görə qorxmayaq, məncə uşaqlar. Çünki bizdən soruşduğu şey də onsuz 17/5 ilə cəmləyəcəyik də. Nəysə. Demək, vurub açaq uşaqlar. Bu misal orada sığmayacaq. Mən buradan balaca yazıram. Siz də bir tər başa düşməyə çalışın. Çarpaz vururam, olur. 4x bərabər 3 vurulsun 17/5 çıx x. Və bunu vurub açıram. 4x bərabərdir. Bunu vuranda 5, 52 edir də, düzdür? 51, 52/5 çıx 3x. Tənliyi həll eləsək 7x bərabərdir 52/5. Və buradan x-i tapanda 52/5-i 7-yə böləndə içində 7 dəfə 7/5. Uşaqlar, 7/5 aldığımız şey bizim x-imizdir. Bizdən nə soruşulurdu? AO soruşulurdu. AO kim idi? AO hardadır? AO uşaqlar, bir dənə diqqətlə baxın, xahiş edirəm. AO bu bütöv xəttdir. Mən isə tapmışam x-i, yəni buranı tapmışam mən 7/5. Bura 7/5-dirsə, burada 17/5-dirsə, onların ikisini toplayıram. Demək, son olaraq belə yazıram. AO bərabərdir 17/5 ilə kimin cəminə? 7/5-in cəminə. O da bizə nə verir? 25 verir. Düz deyirəm də. 25 kimdir? Y variantı. Bir anlıq elə bildim, variantlarda yoxdur. Baxırıq 14-cü suala. İki tərəfi 3 və 6 sm olan, bu tərəflərə çəkilmiş hündürlüklərin ədədi ortası 3-cü tərəfə çəkilmiş hündürlüyə bərabər olan üçbucağın 3-cü tərəfinin uzunluğunu tapın. Uşaqlar, 3-cü tərəfə bir dənə x deyək. Çünki hər şey bu 3-cü tərəflə bağlıdır. İndi iki tərəfi bilirəm. İki tərəfə çəkilən hündürlüklər verilməyib. Heç nə yoxdur əlimizdə 3-6-dan başqa. Gəlin belə eləyək. Onların hər birisinin uşaqlar hündürlüklərini çəkək. 6-ya hündürlük çəkirəm.
3-ə hündürlüyü çəkirəm. Bir də x-ə hündürlüyü çəkirəm. Elə bu hündürlüklər kəsirsin. Demək, aha. Çəkdim. İndi uşaqlar uyğun olaraq bu hündürlükləri mən istəyirəm ki, nömrəliyim. H1, H2, H3 olaraq. Məsələn, 3-ə çəkilənə H1 yazıram, 6-ya çəkilənə H2 deyək, x-ə çəkiləndə H3 deyək. İndi nədir məsələn? Mənə dedi ki, 3-ə və 6-ya çəkilən hündürlüklərin ədəd ortası. Yəni H1 ilə H2-nin ədəd ortası. Yəni cəminin yarısı bərabərdir 3-cü tərəfə çəkilmiş hündürlüyə bərabər imiş. Yəni H3-ə bərabər imiş. Wow. Məndən də soruşur 3-cü tərəfin uzunluğunu tap. Yəni x-i tap. Uşaqlar, nə eləmək olar? Təbii ki, gözəl şeylər eləmək olar. H1 üstə gəl H2-ni buradan alırıq ki, 2 dənə H3 deməkdir. Uyğun olaraq biz onların sahələrini tapmağa çalışırıq. Məsələn, H1 ilə H2 arasında birinci əlaqə qurmağa çalışıram. Mən bilirəm ki, üçbucağın sahəsi sahədir. Bir dənə sahəsi var üçbucağın. 3 dənə sahəsi yoxdur. Amma o sahənin 3 fərqli üsulundan tapa bilərəm. Ya 3 tərəfini vuraram, 3-ə çəkilən hündürlüyə bölərəm 2-yə. Ya 6 tərəfini vuraram, 6-ya çəkilən hündürlüyə bölərəm 2-yə. Ya da x tərəfini vuraram, x-ə çəkilən hündürlüyə bölərəm 2-yə. Yəni 2-də 1 AH düsturunu mən müxtəlif formalarda yaza bilərəm. 2-də 1 vur, 3 vur, H1 yaza bilərəm. Və ya 2-də 1 vur, 6 vur, H2 yaza bilərəm. Hələ ki o x-li olan yerə girmirəm. Çünki x-li olan yer naməlumdur da, onsuz orada dəyişən var. Zaten h-lar məlum deyil. Bir də x ora qatıb niyə özümü pis vəziyyətə salım? Ona görə də hələ ki bu ikisinin bərabərliyini yazıram. 2-də 1-lər getsə 3h1 bərabərdir 6h2 alarıq. Buradan h1 nəyə bərabər oldu? 2 dənə h 2-yə bərabər oldu. Hər tərəfi 3-ə böldük. h1-in yerinə 2h2 qoyacaq. Yəni belə də düşünə bilərsiniz də. Biri k-dır, biri 2k. O cür də düşünə bilərsiniz. Gəlin elə istəyirsinizsə elə qoyaq, elə yazaq. Məsələn, h1 olsun 2k, h2 də olsun 1k. Burada yerinə qoyuram uşaqlar. K-nı elə yazdım, yerə oxşadı. Demək, yazıram 2k üstə gəl k bərabər 2h3. Buradan 3k alıram ki 2h3-ə bərabərdir. Və nəhayət h3-ü tapsam, onu da buradan yazım sıxışmadı deyə. H3-ü tapsam uşaqlar nə edəcəm mən? 3k-nı böləcəm 2-yə. O da nəyə verəcək mənə? 1/5k-nı verəcək. Möhtəşəm. Nə soruşulurdu məndən? 3-cü tərəfin uzunluğu. Fişədə uşaqlar, hər şey hazırdır. İndi mən nə edə bilərəm? Hər hansısa birinin arasında tənasüb qura bilərəm də. Az öncə deyirdim ki, sahə 2-də 1 AH düsturu ilə hesablanır. Bunları hesablayayım. Məsələn, 3 dənə sahəni yazacağım sizin üçün. Görəcəksiniz ki, üçü də eynidir. Əslində, üçünü yazmağa ehtiyac yoxdur. Mən sizə başlamaq üçün yazıram. Məsələn, birinci sahəni yazsam 2-də 1 vurulsun 3, vurulsun H1. H1-də 2k tapmışıq. Vur 2k. Düzdür. Bunlar alınacaq 3k. Düzdür. Daha sonra S2 ilə hesablasın. İkinci qayda ilə hesablasam. 2-də 1 vurulsun 6, vurulsun H2. H2-də də k-dır zaten. Fikir ver, yenə də alındı 3k. Düzdür. İxtisariyyətdə 3k. S3 ilə baxsam. Yəni x 2-də 1 vur x və x-ə çəkilən hündürlük h3, o da 1/5k idi. Uşaqlar, bu da bərabər olmalıdır 3k-ya. Bərabər olmaq zorundadır. Onda x nə olacaq? K-ları hər tərəfdən ataq. Olacaq 2-də 1 x vurulsun 1/5. 1/5-ni 3-ü də aparaq da istəyirsinizsə daha rahat olsun. 1/5-ni 3-ü aparanda burada 2 qalır. 2-də 1 x bərabər olur 2-yə. Onda x bərabər 4 olmalı imiş ki, alınsın. Üçüncü tərəf demək nə olmalıymış uşaqlar? 4 olmalı imiş. Dediyim kimi sahələr 3 fərqli metodla tapmaq olar. Görürsünüz ki, üçü də eynidir. Siz sadəcə hər hansısa birində sahəni tapıb, 3k olduğunu tapıb, daha sonra bunu 3k-ya bərabərləşdirib tapa bilərdiniz. Yəni heç bir fərqi yoxdur. Davam eləyək uşaqlar. 15-ci sualla. Demək uşaqlar, burada mən şəkli çəkdim. Öncədən vaxt getməsin deyə. Sualı diqqətlə oxuyuruq. Çevrə ilə bağlı sualdır. Ona görə başa düşməyə çalışın. Hələ keçməsə belə. ABC üçbucağında AF-dən bölən imiş. Əla. Daha sonra A, B, F, Y nöqtələri eyni çevrə üzərində olmasını deyir. A, B, F, Y.
Uşaqlar, baxın, mən də ona görə çevrədə bu cür çəkib A, B, F, Y-ni neynəmişəm? Çevrə üzərində qoymuşam. Birinci çevrəni çəkdim, nöqtələri qeyd elədim, onları birləşdirdim, üçbucaq alındırdım. Başa düşürsünüz necə? İndi burada mənə nə deyir? Deyir ki, tənbölən AF. A-dan F-ə bir dənə düz xətt çəkirəm. Möhtəşəm çəkdim və bura alfa yazıram. Tənbölənsə alfadır, bu hamı bilir. Daha sonra deyir ki, AYF 2 bucaq S-yə bərabərdir. Lap yaxşı. Məsələn, mən bucaq S-yə bir dənə tutaq ki, uşaqlar, məsələn, beta desəm, onda AYF ondan 2 dəfə çox olmalıdır. Yəni 2 beta olmalıdır. AYF də haradır? Buradır da uşaqlar. Demək, bura 2 beta olmalıdır. Birinci uşaqlar, baxaq görək, burada alınan üçbucaq mənə nə deyir? Deyir ki, bu bucaq da beta olmaq zorundadır. Niyə? Çünki biz deyirdik ki, üçbucaqda iki daxili bucağın cəmi ona qonşu olmayan xariciyə bərabərdir. Əlbəttə ki, ora beta olmalıdır ki, bu beta ilə cəmi çöldəki qonşu olmayan xarici bucağı versin. Əla. Belə çıxır ki, bu üçbucaq bərabər yanlıymış. Yəni, bura nədirsə, burada ondandır. Yəni, F, Y bərabərdir Y, S-yə. Məndən zaten Y, S soruşulur. Uşaqlar, Y-səni tapmaq üçün F-Y-ni tapmam kifayətdir. Bəs F-Y-ni necə tapacam? Aha, baxırıq nəyə? Demək, uşaqlar, biz bilirik ki, keçirən fərqlilərini göstərmək. Çünki bu artıq çevrə ilə bağlı izahdır. Bilirik ki, çevrədə burada alfa daxili bucaqdır. Çevrəyin daxilinə çəkilmiş bucaqdır. Onda alfaya söykənən qövs alfa olmalıdır. Bu qövsün, BF qövsünün dərəcəsi olmalıdır alfa. Eyni şəkildə bu da alfa bucağıdırsa, yenə də alfa bucağına söykənən FY qövsü olmalıdır alfa. Qövsləri tapdım. Yəni BF qövsünün həmçinin FY qövsünün alfa olduğunu tapdım. Uşaqlar, bir şey var ki, onda belə çıxır ki, bizdə həmin bucaqda FY demək, bucağı da eyni olur. Əgər eynidirsə bizə nəyi vermişdi? BF-i 4 verməmişdi. Belə çıxır ki, burada BF bərabərdir FY-yə. BF FY-yə bərabərdir və BF əgər 4-dürsə, FY də 4-dür. Mən də demişdim ki, FY-ni tapsam, YS-ni də tapmış oldum. Onda elə cavab 4 olur. Bu qədər həngamən cavabı axırda verilən cavaba bərabər oldu gördüyünüz kimi. Burada həm üçbucaq, həm də çevrə qaydası istifadə olundu. Baxaq uşaqlar 42-ci suala. 42-ci sual nə idi? 16-cı sualla. Demək, deyir ki, M nöqtəsi ABC üçbucağının medianlarının kəsişmə nöqtəsidir. AM MC-yə perpendikulyar. Nəysə. Demək, şəkil üzərində baxaq uşaqlar. 42 bu arada niyə deyirəm? Burada saatın dəqiqə 42-də axı. Fikrim yəni. Çox ağıllıyam. Demək, uşaqlar, nədir məsələ? Perpendikulyarlığı zaten şəkildən görürəm. Ondan bağlı bir işim yoxdur. B-min 12 olduğunu bilirəm. Okey. İndi uşaqlar, əsas burada işimiz mediandır. Demək, burada 3 dənə median çəkiblər, üçünü də kəsişdiriblər. Və biz bilməliyik ki, üçbucaqda medianlar kəsişdiyi nöqtədə təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünürdü. Yəni, mən bura 2K yazsam, bura K olmalıdır. Aydındır. Bu aydındır. İndi mənə B-mi verib 12. Demək, bu 2K ilə 12-ymiş. Əla. Buradan sən K-nı tapacaqsın 6. Demək, bu hissəsi 6-ymış. Onda ümumi median 18 olur da 6 ilə 12-ci cəmi. Amma bizdən o soruşulmur zaten. Diqqətli olaq. Bizdən nə soruşulur? Baxaq görək. Bunu biraz kiçildim. AC-ni soruşur. Uşaqlar, AC kimdir? AC buradakı düzbucaqlı üçbucağın hipotenuzu deyil. Yəni, məndən hipotenuzu soruşulur. Mən hal-hazırda bu qırmızı düzbucaqlı üçbucağın nəyini tapmışam? Düzbucaq təpəsindən hipotenuza çəkilən medianını tapmışam ki, 6-dır. Yadınıza gəlir, biz deyirdik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır və mm olaraq bölünürdü. Yəni, hipotenuz ümumi 2m olurdu, düzdür. Burada da əgər median mən 6 tapmışamsa, demək, bunlar da 6-6-dır. Ona görə ümumi hipotenuz olur 12. Şifahi sualda cavab olur 12. Daha sonra baxaq 17-ci suala. Bu sual da çətin görünmür, asan sual oxşuyur. Tənbələnlə bağlı sualdır yenə. Hardan bildim? Deyir ki, tərəfləri 12, 15 və 18 olan üçbucaq verilib. Kiçik tərəflərə toxunan.
kiçik tərəflərə toxunan. Və mərkəzi böyük tərəfin üzərində olan çevrənin mərkəzindən bu tərəfdən ayrıldığı böyük parçanın uzunluğu. Burada uşaqlar, mən ABC üçbucağı haqqında ilk təəssüratlarım nə olur? Kiçik tərəflər yan tərəflər imiş. Yəni çevrəyə toxunan tərəflər. Bunlar kiçik tərəflər imiş. Düzdür? Hal-hazırda mənim tərəflərim nədir? 12, 15, 18. Mən qənaətə gəlirəm ki, demək böyük tərəf aşağıdakı AC-dir. Digərləri isə 12, 15-dir. Birini yazıram 12, birini yazıram 15. Ümumi AC bütöv 18-dir uşaqlar. İndi burada çevrə ilə bağlı bilməniz gerəkən bir şey var ki, çevrənin mərkəzindən bu üçbucağa qədər düz xətt çəkiblərsə, o yaradır bizdə tənbölən. Yəni, bura alfadırsa, burada alfadır. İndi uşaqlar, tənbölən yaratdığına görə, onun da səbəbi qövslərə dayanır uşaqlar. Sadəcə biz ələ keçməmişik deyə detallı izah verə bilmirəm. Demək, tənbölən xassəsinə görə, məsələn, mən AO-ya x desəm, OC 18 minus x olmalıdır ki, mən tənbölən xassəsi tətbiq edə bilim. Yazıram 12-nin x-ə nisbəti bərabərdir. 15-in 18 minus x-ə nisbəti və bunları çarpaz vuracam. Gəlin 3-ə ixtisar aparaq. Çarpaz vururam 5x bərabərdir 72. Çıxılsın 4x. Olacaq 9x bərabər 72. X-i tapanda oldu 8. Nə soruşulur bizdən? Deyir ki, çevrənin mərkəzinin bu tərəfdən ayrıldığım böyük parçanın uzunluğu soruşulur. Yəni, burada 2 dənə parça ayrılıb da uşaqlar. Baxın, fərqli rənglə göstərim. Bu parça alınıb, bir də bu parça alınıb. Biz birini tapdıq ki, x-dir, yəni 8-dir. Digəri də 18 çıx 8. Yəni 10-dur. Böyüyü soruşduğuna görə cavab 10 olur uşaqlar. Böyüyü istəyirək bizdən. Baxaq görək 18-ci sualda nə deyir? ABC üçbucağında CD tənbölən AC 3, BC 8, AD ilə BD ilə AD-nin fərqi də 3-dür. Uşaqlar, belə eləyək də, biz oradan bilirik ki, BD nəyə bərabərdir? AD üstəgəl 3-ə bərabərdir. Düzdür, mən AD-ni sağa keçirəndə belə bir ifadə alacam da. Məsələn, mən AD-yə gəlin x deyim. Onda BD nə olacaq? X üstəgəl 3 olacaq. Və burada tənbölən xassəsini tətbiq edirəm. Yazıram ki, 3-ün x-ə nisbəti bərabərdir 8-in x plus 3-ə nisbəti. Demək, çarpaz vururam. 8x bərabərdir 3x plus 9. 5x olur 9. Kövrəlmirik. Çünki burada x 1 onda 8-dir də. 2-yə vurdum. 1 onda 8. x 1 onda 8 nə soruşulur bizdən? AD-ni tapın deyir. AD-də 1 onda 8. Cavab elə olur. 1 onda 8 uşaqlar. Gəldik, çıxdıq 19-cu suala. Uşaqlar, bu sualda yenə çox metodlar var. Baxmayın sualın demək üçbucaqla bağlı olduğuna, ən çox həndəsə anlayışlarında öyrəndiyiniz bilgilər də kömək edəcək sizə. Hardan başlayaq? Başlayaq bir-bir oxumağa. BAC-ni 110 verib uşaqlar. Yəni bura 110 imiş. Sonra kim var əlimizdə? BD BY-yə bərabərdir. Mən bu ekranı biraz balaca eləyim. BD BY-yə bərabərdir. Bura bərabərdir. Məsələn, mən bura alfa yazsam, onda burada alfa olmalıdır. Razıyıq da bundan. Eyni şəkildə SY SF-ə bərabərdir. Yəni, bura bərabərdir. Onda onların da oturacaqlarına bitişik bucaqları, məsələn, bura betadırsa, bura beta olacaq. Daha sonra deyir, DYF bucağını tap. Yəni, ortadakı bu bucağı soruşur bizdən uşaqlar. Gəlin, baxaq. Demək, burada nə eləmək olar? Çox üsullar eləmək olar. Daxili bucaqların cəmi ilə də getmək olar. Məsələn, bu beta bucağını taparsan, 180-2 alfa yazarsan, C bucağını yazarsan, 180-2 beta yazarsan, bir də 110-dan toplayıb 180-ə bərabər eləyərsən. O da aktiv üsullardan biridir. Və yaxud da xarici bucaqlarını taparsan, belə uzat. Bunların xarici bucağını tap, 2 alfa. Bu birisinin xarici bucağıdır, 2 beta. Və xarici bucaqları 2 alfa, 2 beta. Bir də 110-un xarici bucağı olan 70-i üçün toplayıb 360-a bərabər elə. Bu üsullardan biridir xarici bucaqlarla işləmək. Daxili bucaqlarla da işləyə bilərsən. Daxili bucaqlarla işləyəndə tənliyi belə quracaqsan. Mən sizin üçün qurum. Demək, daxili bucaqlarla işləyəndə uşaqlar yazacaq ki, 110 üstəgəl
180 çıx 2 alfa. Üstə gəl. 180 çıx 2 beta. Bu bərabər olmalıdır uşaqlar 180-ə. Aydın məsələdir ki, burada alınır nə? 360 çıx 2 alfa çıx 2 beta bərabər olmalıdır 70-ə. Yəni 2 alfa plus 2 beta nəyə bərabərdir uşaqlar? 360-dan 70 çıxıram 290-a. Onda alfa plus beta da olur 145. Hə. Bizdən də soruşulan alfa ilə beta arasında olan bu bucaq idi da, düzdür. Onda aydın məsələdir ki, 180-dən çıxacam son olaraq 145-i. Cavab olacaq 35 dərəcə. 35 oldu olmağına, yəni B variantı oldu olmağına mən nə ilə işlədim uşaqlar? Daxil ilə işlədim. Amma xaricini də sizə başa saldım da necə işləməlisiniz. 70, 2 alfa və 2 beta. Qırmızı rənglə deyilən var. Onları toplayırsınız, bərabər 360-a. Yenə də alfa və beta cəmi 145 alacaqsınız. Son olaraq 180-dən çıxmağı unutmuruq. Çünki burada ümumilikdə uşaqlar açıq bucaq yaranıb. Əgər alfa betanın cəmi 145-dirsə, ortadakına da 35 qalmalıdır da. Sadə bir şey də əslində çətin sual deyil. Davam eləyək 20-ci sualla. ABC üçbucağının S təpəsindən daxili və xarici bucaqlarının tənbölənləri çəkilib. Mən sizin üçün bir də ABC üçbucağı çəkdim. S təpəsindən qırmızı rəngdə daxili bucağın tənbölənini çəkdim. Göy rəngdə isə xarici bucağın tənbölənini çəkdim. İndi mənə deyir ki, xarici bucağın tənböləni AB tərəfi ilə 55 dərəcədə bucaq əmələ gətirir. Bu nə deməkdir? Bu nə deməkdir? Diqqətli olaq. Bu o deməkdir ki, mən əvvəlcə götürüb tənböləndilər deyə bura alfa alfa, bura beta beta yazmalıyam. Beləliklə burada açıq bucaq yaranır. 2 alfa ilə 2 betanın cəmi olmalıdır 180. Onda təbii ki, alfa və betanın cəmi oldu 90. Buradan belə qənaətə gəldik ki, sən demə bu göy və qırmızı tənbölənlər arasındakı bucaq 90 dərəcə imiş. Daxili bucağın tənböləni deyirdi. Mən nə deyirdi bayaq? Deyirdi ki, xarici bucağın tənböləni, yəni göy tənböləndən söhbət gedir. AB tərəfi ilə 55 dərəcə bucaq əmələ gətirir. Burada bir şey var uşaqlar. Bu kəsişmədi. Bir dənə fikir verin. Kəsişmədi AB tərəfi ilə. AB tərəfi ilə bucaq əmələ gətirmədi. O sizi narahat eləməsin. Niyə eləməsin? Çünki adətən uşaqlar orada çaşır. Mən uşaqlara həmişə deyirəm ki, belə olan halda körbucaqlı bucaq çəkib işləsək daha effektiv olar, kəsişməni daha yaxşı görərsiniz. Çünki fikir verin, bu gedib AB ilə kəsişmir, paralel gedir demək olar ki. Yəni lap kəsişsə belə, lap paralel getməsə belə, sən onu görməyin biraz çətin məsələ. Deyəlim ki, lap tənbələn belə keçdi. Onlar hardasa bir yerlərdə gedib kəsişdi dünyanın başında. Onu sən başa düşməyəcəksən, düzdür? Ona görə AB ilə kəsişmək, AB-nin uzantısı ilə kəsişmək deməkdir zaten. Sən ona görə özünü çox yormadan, AB buradadır. Bunun AB ilə kəsişməsi deyəndə elə betanı nəzərdə tuta bilərsən. Beta oldu 55 dərəcə. Bizdən nəyi soruşur? Daxili bucağın tənböləni ilə AB tərəfi ilə əmələ gətirdiyini soruşur bu dəfə də. Qırmızının bunun AB ilə əmələ gətirdiyini soruşur. Yəni alfanı soruşur. Alfanı tapmaq üçün də nə edəcəm? 90-dan 55-i çıxacam. Cavab olacaq 35 dərəcə. Hanı? Y variantı. Davam eləyək 21-ci sualla. Deyir ki, ABC üçbucağında AD tənböləndir. Lap yaxşı. ABC 64 dərəcədir. Söhbət bu bucaqdan gedir. 64 yazıram üstünə. Daha sonra BAC-ni 84 verib. Uşaqlar, BAC 84-dürsə, bayaq da deyir ki, AD tənböləndir. Demək o 84-ü 42 olaraq parçalamalıyam. Burası aydındır. Eyni zamanda verib ki, AD D-yə perpendikulyardır. Zaten şəkildən görürük. YDS-ni soruşur. Şəkilə baxaq uşaqlar. Burada nə görürəm? Burada çox şey görürəm. Mən çox üsul istifadə edə bilərəm. Onlardan biri də nədir uşaqlar? Məsələn, buradan C bucağını tapa bilərəm. 64-84-lə toplayaram. 180-dən çıxıb C bucağını taparam. Sonra da eyni şəkildə digər bucağı taparam. Daxili bucaqlarla işləyərəm. Yəni, gəlin baxaq. Bucaq C, üstə gəl 64, üstə gəl 84. Bunlar bərabər olmalıdır 180-ə. Yəni, bucaq C, üstə gəl 148, bərabər olmalıdır 180-ə. Bucaq C nə alınır burada? 32 alınır. Əla. Demək, bura 32 imiş uşaqlar. Amma bizdən onu soruşmur. Diqqətli olaq. Bizdən bu balaca göy hissəni soruşur. Gəlin biz belə eləyək. Baxaq, indi də
ADS üçbucağına baxaq. Bu üçbucağın daxil bucağların cəmi 180-ə bərabər eləyək toplayıb. Onda yazaram 42 üstə gəl. Məsələn, o soruşduğu şey bir dənə alfa deyək uşaqlar. Soruşduğu şey bir dənə alfa deyək. Burada 90-da axı. Onda bucağımın biri 42-dir, biri 32-dir. Diğəri 90 plus alfadır. Bu üçünün cəmi 180 eləməlidir. Başa düşdünüz 90 plus alfa nədir? Üçüncü bucaq yəni. Hersat, burada nə baş verir? Bunların cəmi eləyir 74. Üstə gəl alfa bərabər olmalı 90-a. Alfanı da alırıq 16. Bizdən də onu soruşuruz. Cavab olur Y variantı uşaqlar. Davam edək 22-ci suala. Bu da toplumun məşhur suallarından biridir. Ümumiyyətcə bayaqdan işlədiyimiz suallar toplu suallardır uşaqlar. Məsələn, burada harda işləmişdik sizlə birini? Baxın uşaqlar, məsələn 15-ci sual illərdir topludan çıxmayan suallardan biridir. 22 də həmçinin. Demək bu sualda nə edirik uşaqlar? Bumerang şəkli. Bunlara bəzən biz deyirdik, həm də sən sınavlardan da keçmişdik, deyirdik ki, bumerangdır və içəridəki iti bucaqların cəmi çöldəki koru verməlidir. Birinci ilk informasiyamız zaten odur. Yəni alfa, beta və qammanın cəmi mənə x-i verməlidir. X-i də verib 150. Bu qalsın bir köşədə. Daha sonra mənə nələr verilib? Bunlar verilib. Demək, x minus alfa olmalıdır 8k. X çıx beta olmalıdır 9k. Sonuncu x çıx gamma isə olmalıdır 13k. İndi mən bunları tərəf-tərəf hamısını toplayım. Niyə toplayım? Çünki çıxsa mənə heç bir şey verməyəcək. Çünki mənfilər var. Hamısını tərəf-tərəfə toplayıram. 3x çıxılsın alfa çıx beta çıx gamma bərabər hamısını toplayanda bu da 30k. Nə edirəm? Burada mənfini çıxardım qabağa. Diqqətlə baxın. Mənfini çıxarsam qabağa belə bir şey alınacaq. İndi alfa plus beta plus gamma yerinə nə qoya bilərəm uşaqlar? 150-dir. Və ya x-i qoya bilərəm, fərqi yox. Yazıram 3x çıx x bərabər 30k. Buradan 2k, 2x daha doğrusu bərabərdir 30k-ya. Hər tərəfi 2-yə bölə bilərəm də. Onda x bərabər alacam 15k. Yaxşı, x-i biz nə demişdik bayaq? 150 deməmişdik. 15k-nı 150-yə bərabər eləyib, k-nı da onu tapıram. Əla, k-nı onu tapdımsa, qayıdıram yuxarı. Demək, bu 80-dir, bu 90-dır, bu da 130-dur. Təbii ki, mən x-in 150 olduğunu da bilirəm, düzdür. Bir dəfə tənliyi belə yazıram. Yazıram 150 çıx alfa bərabər 80. Buradan alfanı tapıram 70. Artıq variant aşkardır. Görünür ki, cavab B variantıdır. Amma yenə də baxaq. Sonra 150 çıx beta bərabər 90. Buradan beta olur 60. Son olaraq 150 çıx gamma bərabər 130. 130. Buradan da gamma alınır 20 dərəcə uşaqlar. 70, 60, 20. Açıq sualda olsaydı bütün hamısını yazmalısınız deyə mən də hər birisini yazdım. Davam eləyək 23-cü sualla. 23-cü sualda rahat sual oxşuyur. Demək deyir ki, ABC üçbucağında bucaq A 40 dərəcədir. Şəkil üzərində yazaq uşaqlar. Buranı verib bizə 40. Sonra nə verilib? Deyir ki, BD AC-yə perpendikulyardır, SK da AB-yə perpendikulyardır. Zaten şəkildən görürük. Bizdən soruşur BOK bucağının dərəcə ölçüsünü. Mən nəyin tərəfdarıyam uşaqlar? Bu 4 bucaqlı var burada bir dənə gizlənən. O 4 bucaqlını görməyinizi istəyirəm. 4 bucağı keçmişik də şükür Allaha. Düşünürəm ki, burada problem olmaz. Bunu görmək lazımdır. O nədir uşaqlar? 4 bucaqlı. 4 bucaqlı daxili bucaqlarının cəmi 360 olmalı idi. Bunlar 90-90 özü verib də sənin üçün düzdür. Onların ikisi cəmi 90-dırsa, demək bu A-la da o bucağının elə bil cəmi 180 olmalıdır. Onda bu bucağa düşür uşaqlar 140. Düzdür. 40 ilə 140-ın cəmi 180 olsun deyə. Bizdən soruşulan bucaq isə bu bucaqdır uşaqlar. Bu göy bucaqdır. Bizdən soruşulan göy bucaqdır. Həmin göy bucaq diqqətlə baxsaq, burada qonşusudur 140-ın. Düzdür. 140-ın qonşusudursa, ona da düşəcək 40. Yəni bu sualda cavab olacaq 40 dərəcə. Rahat sualdır. Baxaq son 24-cü sualımıza. Bərabər yanlı üçbucağın yan tərəfinə paralel olan orta xətti 4 cm-dir. Mən sizin üçün bir dənə üçbucaq çəkdim. Fərz eləyək ki, bunun yan tərəfləri bərabərdir. Yan tərəflərinə paralel olan bir dənə orta xətt çəkdim. Yəni orta xətti belə də çəkə bilərdim, amma onda oturacağı paralel olardı. Yan tərəfə paralel çəkdim 4-dürsə, oturacağı təbii ki, orta xəttin 2 misli olacaq.
Çünki orta xətt oturacağın yarısı olur. Ona görə yan tərəf 8-dir. Bərabər yanlı olduğuna görə digər yan tərəf də 8-dir. Bizə nə deyir? Deyir perimetri 20 olarsa. Oturacağı bir dənə x deyək uşaqlar. Perimetr 20-dirsə, 8 üstə gəl 8 üstə gəl x nə olmalıdır? 20 olmalıdır. Buradan 16 üstə gəl x bərabərdir 20 tənliyindən x-i tapırıq 4. Buradan da alınır ki, oturacaq 4-dür. Cavab olur D variantı. Bu qədər uşaqlar. Bütün sualların bir-bir hər birisinin izahını verdim. Burada çətin səviyyəli suallar, orta səviyyəli suallar çox idi. Asan sual deyərdim ki, 2-3 dənə asan sual var idi. Qalan hamısı orta və çətin suallar idi. Ona görə də qətiyyən keyfinizi pozmağa, ay başa düşmədim, çətindir, bu nə kimi şeylər olmasın. Çünki işlədikcə açılışırsınız uşaqlar.